Əziz abituriyentlər, kanalımızın dəyərli izləyiciləri, bugün 10 siniflər üçün olan Azərbaycan dil və ədəbiyyat suallarının izahına baxaraq başlayaq suallara. Birinci sual, cədvəldə uyğunluğu müəyyən edin. Orfoqrafiyası doğru olan söz isimdir. Yəni, düzgün yazılmış isimləri istəyir. Hazırki isim deyil, alüminium. Nə alüminium, həm də düzgün yazılıb. Deməli, 2 düzgün cavabdır. Cəsus isimdir, ancaq yanlış yazılıb. Orfoqrafiyası doğru olan sifət. Deməli, indi sifətləri seçirik, doğru yazılmış sifətləri. Gözəllik sifət deyil. Firuzəyi necə? Həm də düzgün yazılıb. Qeyri-sabit necə və düzgün yazılıb. Cavab 2, 5, 6. A variantı. Uyğunluğu müəyyən edin, fikir. Bəzi mürəkkəb sifətlər sadə və düzəltmə sözlərin köməyi ilə əmələ gəlir. Nümunə axtar. Bax, balaca mürəkkəb deyil, yumru-yumru mürəkkəb deyil, rəngbərəng düzəltmə sözünün köməyi ilə əmələ gəlmiş mürəkkəb deyil. Kəmağıl, burada da düzəltmə hissəsi yoxdur. 2 mərtəbəli, 2 mərtəbəli düzəltmə sözünün köməyi ilə əmələ gəlir. Düzgün cavabımız Y variantı. Hansı cümlədə sayın yazılışı yanlışdır? Məktəbə 200-ə qədər şagird yığıldı, düzdür. Şair 1936-cı ildə, 1936-cı ildə dünyasını dəyişdi. Düzgün cavabımız elə B variantıdır. Dördüncü sual, cədvəldə uyğunluğu müəyyən edin. Nümunənin tərkibində əvəzliyin bir məna növünə aid sözlər işlənmişdir. Güney qışlaqdan çıxandan bəri həyatımın bu kədərli sərgüzəşti haqqında kimsəyə bir söz deməmişəm. 2-dir, bu və kimsə 2 növünə aiddir. Elə bil həmin vəziyyət ona qəfil əyan oldu. Elə və həmin 2 növünə aiddir. Götürmürük. O məndən kəndimizin adını soruşmağı unutdu. O və mən şəxs əvəzlikləridir. Hər ikisi eyni məna növüdür. 3-ü götürürük. Burada isə deyir ki, digər qrafikdə deyir ki, 2 məna növünə aid sözlər işlənmişdir. Bu nə qədər qəribə təsadüfdür. Haradan bu işarə əvəzliyi, nə haradan sual əvəzliyi, bəli, uyğundur. 2 növünə aid işlənmişdir. Ondan sonra mən də onlar kimi uzaq dağ kəndindən doğulmuşam. Mən, onlar burada xeyr, 2 növünə aid işlənməmişdir. Hara getdiyimi bilmədən irəliləyir. Tez-tez özümü məzəmmət edirəm. Hara sual, özümü isə təyin əvəzlikdir. Deməli, 6-da düzdür. Düzgün cavab 3, 4 və 6. 3, 4, 6 Y variantı. 5-ci sual, nöqtələrin yerinə yazıla bilər. Azadlıq George Washington üçün hər şey idi. Nümunənin tərkibində işlənmişdir. Azadlıq nə? George Washington kim? Hər şey, əvəzlik, isim və əvəzlik. Deməli, cümləmiz hansı nitqsələrdən ibarətdir? İsim və əvəzlik. Cavabımız C variantı. Klasterə əsaslanaraq doğru fikirləri müəyyən edin. 1918-ci ildə Bakıya xeyli insan axın etməyə başlamışdır. Burada say xeylidir. Numerativ sözlər işlənə bilmir. Bəli, düzdür. Biz də düzgün cavabları axtarırıq. Quruluşca mürəkkəbdir, xeyr, sadədir. Yazılışı ilə tələffüzü fərqlidir, xeyr, fərqlənmir. Yalnız tək isimlərlə işlənə bilir. Xeyli insan, xeyli kitab, bəli. Quruluşca sadədir, bəli, sadədir. Düzgün cavabımız 3, 4, C variantı. 7-ci sual, feildən düzələn hansı söz cəm şəkilçi qəbul etmişdir? Oxuyarlar sadədir, dağıntılar sadədir, döyüşkəndə cəm şəkilçi yoxdur, açıqcalar feildən yaranmayıb, deməli, böyüklər də cəm şəkilçisi və feildən düzəlib, böyümək feilindən düzəlib. Düzgün cavabımız A variantı. Fərqləndirilmiş sözlərlə bağlı uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Fərqləndirilmiş sözlər. Adlıq, cümlələrin adlıq, yəlik və təsirlik halda olmalarını istəyir bizdən. Gəlin baxaq. Bir adlıq. Gözəllər çiçəyi dərib tər budağa düzərlər. O qədər oxunacaq kitablar var. Musiqinin alətləri gətirildi. Deməli, stolun üstünə boşqabı və çəngəli qoydu. Otağın pəncərələri qarşısında qızıl gülün bağçasını açılırdı. Uyğunlaşdıraq. 1. Adlıq hal. Adlıq halda olanları seçirik. O qədər oxunacaq kitablar var. Bir də musiqi alətləri, musiqinin alətləri. Deməli, 1BS, 1BS. Yəlik halda olan cümləmiz otağın pəncərələri qarşısındakı qızıl gülün bağçasına. 2Y. 3 təsirlik hal. Gözəllər çiçəkləri dərib. Bir də stolun üstünə boşqabı çəngəli düzdülər. Deməli, 3-də də götürürük A və D. Yəlik halda yazırıq E. Deməli, düzgün cavabımız 1BS, 2Y, 3AD.
8-ci sual qurtardı. 9-cu sual. Cərimə. Cərimə bu məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbihidir. Üslubu soruşur bizə, rəsmi işgüzar üslubdur. Düzgün cavabımız E variantı. 10-cu sual. Cədvəldə uyğunluğu müəyyən edin. Nümunənin tərkibindəki bütün sözlər eyni nitq hissəsidir. Aiddir, aid deyil. İstedadlı gəncləri yetişdirmək, istedadlı yetişdirmək, feil var, sifət var. Baxın, Quzey, Qışlaq, Muradgil, kənd hər biri isimdir. Deməli, 2 düzgün cavabdır. Şlyapasını götürüb ağır addımlarla. Burada da müxtəlif nitq hissələri var. Nuriyə xanım, tamaşaçılar, teatr hər biri eyni nitq hissəsi, yəni isimdir. Düzgün cavabımız 4-də var. 2 və 4. Aid deyil deyir. Burada aid deyil deyəndə bunu götürürük. 2, 3. On birinci sual. Cəm şəkilçi qəbul etməsə də çoxluq bildirir. Ordu. Düzgün cavabımız E variantı. Verilmiş nümunələrin birində 2 sözün orfoqrafiyası yanlışdır. Yəni 2 sözün yazılışında səhvə yol verilmişdir. C variantında divara bir neçə məşhur yox, məşhur ş olmalıdır birinci. Artistin portreti yox, portreti olmalıdır. 2 sözlərin yazılışı səhvdir. Düzgün cavabımız C variantı. Adlarda yaranan isimlər cərgəsini müəyyən edin. Müəllif, müəlliflik, qiblə, qibləgah hər ikisinin kökü isimdir. 14-cü sual. Qarabağ bizimdir cümləsində fərqləndirilmiş söz haqqında hansı fikir səhvdir? Bizimdir sözü fərqləndirilib. Mənsubiyyət şəkilçisidir. Deməli, mənsubiyyət şəkilçisidir. Şəxs əvəzliklər mənsubiyyətə görə dəyişmir, yanlışdır. Deməli, bu yəlik haldadır, düzdür. Şəxs əvəzliyidir, düzdür. Tərkibində şəxs sonluğu var, düzdür. Amonimliyə malikdir, bəli. 15-ci sual. Çoxaltma dərəcəsində işlənmiş sifətlər cərgəsini müəyyən edin. Olduqca düz, şipşirin, Y variantı. Nümunələrin birində xüsusi isim işlənmişdir. B variantı. Yadıma düşdükcə Dilcan dərəsi. Başından tüstülər, dumanlar qalxar. 17-ci sual. Hansı nümunədə işlənmiş sifət keyfiyyət bildirir? C variantı. Qalalar, zindanlar, qorxunc diləklər, atəşli vicdanlar, çılğın ürəklər. Düzgün cavabımız C variantı. 18-ci sual. Verilmiş sözlərin fonetik xüsusiyyətlərinə əsasən nöqtələrin yerinə yazıla bilər. Tərkibində dodaqlanan saitlər var. Ü və U düzdür. Bütün hecalar saitlə bitir. Kargü, zar saitlə bitmədi. 4 cingiltili samit var. R, C, zırı, 2 yıllar, qımı, bəli. 4 cingiltili samit var. Qapalı saiti incədir, xeyr. Anqana tabedir, tabe deyil. Yalnız cingiltili samitlər işləmişdir, xeyr, Ç, kardır. 19-cu sual. Üzərində rəqəm yazılmış hansı sait incə, qapalı və dodaqlanandır? Günəş sözüdür. Ü, incə, qapalı və dodaqlanandır. 20-ci sual. N səsinin 2 dəfə işləndiyi sözləri müəyyən edin. Qanlı. Təsirli halda olan isim hansı cümlədə daha çoxdur? Sözümə balı, noğulu, şəkəri qatdım. B variantı. Digər variantlarda birdir və yaxud da yoxdur. 22-ci sual. 22-ci sual. Deməli, Eyler-Venn diaqramına uyğun olan fikirləri müəyyən edin. Çoxlu və ikinci. Sayın özündən sonra işlənəcək. Birdə deyir ki, sayın, yəni çoxlu sayının özündən sonra işlənəcək isim təkdə və cəmdə ola bilər. Yanlışdır. 2-də deyir qeyri-müəyyən miqdar sayıdır. Bəli, 2 qeyri-müəyyən miqdar sayıdır. Doğrudur. Quruluşda düzəltmə sözdür. 3-də ortaq verib quruluşda düzəltmə sözdür. Miqdar sayıdır. 4-də verib miqdar sayıdır. Xeyri, sıra sayıdır. Sonra sözün kökü saydır. Sözün kökü saydır 5. 3 quruluşda düzəltmə sözdür. Hər ikisi quruluşda düzəltmə sözdür. 4-də deyir miqdar sayıdır. Miqdar sayı deyil, sıra sayıdır ikinci. Sözün kökü sayıdır 5-də. Hər ikisindən sözün kökü sayıdır 2 və çox. Sadəcə bu ortaq verilməlidir. Ortaq verilməyib. Düzgün cavablar 2 və 3 C variantı. 23-cü sual. Yanlış yazılmış sözləri müəyyən edin. Filan kəs i var, fişəng c, ehtiyat 1 y. 1, 2, 5. Feildən düzələn sifətlər hansı nümunələrin tərkibindədir? 2-də var ağlağan, ağlı ağlağan. Çöldə ürkək maral, ürkmək feilindən ürkək. 2 və 4. Mücərrəd mənalı düzəltmə isimləri. Xoşbəxtlik
düzəltmə deyil, mürəkkəbdir. Çəkisizlik, cahillik, 2 və 5, çəmənliyi görürük, mühasib görürük. Düzgün cavabımız 2 və 5. Bir gün dağ başında oturub dəhşətli qayalarımıza və onların arasından şaqqıltı ilə axan çaya tamaşa edirdim cümləsində üzərində röqəm qoyulmuş sözlərlə bağlı yanlış fikirləri müəyyən edin. Dağ sözü həmam oynayım. Bir də deyir dağ sözü həmam oynayım. Həm çox mənalı söz kimi işlənə bilər. 2. Dəhşətli. Yazılışı tələffüzü fərqli olan sifətdir. 3. Onların mənsubə şəkli əvəzlikdir. Şəxs əvəzlikləri mənsubə şəkli qəbul etmiş. Deməli, yanlışdır elə. Sonra 4-də isə deyir ki, çay, məna tayları isim, feil olan amonim sözlərdir. Çay sözünün məna tayı feil heç vaxt ola bilmir. Hər iki mənada da isim olur. Deməli, yanlışlar 3 və 4-dür. 27-ci sual. Uyğunluğu müəyyən edin. Yazılışı ilə tələffüzü arasında fərq yoxdur. Qiraət, sədaqət, bir AB. Sonra yazılışı ilə tələffüzü arasında bir fərqli məqam var. Bir fərqli məqam var, dairə, bir də atılmaq. D və Y. Mətni oxumuram uşaqlar, mətnin hər biriniz oxumusunuz, bilirsiniz. Gəlin birbaşa suallarına keçək. Bizə sınaqdakı mətninə əlavə bir mətn verilib. Bu mətni oxuyuruq və oxşar və fərqli cəhətlərini yazırıq. Bərbər tayfasına aid olanları yazırıq. Bir də Tuareg tayfasına aid olanları yazırıq bu hissəyə. Ortaq hissəni də yazırıq. Hər ikisinin ortaq xüsusiyyətlərini də götürürük orta hissəyə. Deməli, bərbər tayfasına yaza bilərik ki, xalça və keramik nümunələri hazırlayırdılar. Tuareg tayfasına yaza bilərik ki, gümüş və zərgəli nümunələri hazırlayırdılar. Hər ikisinin oxşar cəhətlərini yaza bilərik ki, hər ikisi təbiətdən ilhamlanaraq bunları düzəldirdilər. Deməli, mətndə qarşısında üçbucaq işarəsi qoyulmuş sözə əsasən cədvəl tamamlayın. Üçbucaq işarəsi qoyulmuş zolaqdır. Bu zolaq min illər boyu müxtəlif mədəniyyətin formalaşdığı yer olub. Deyir ki, mətndə işləndiyi məna həqiqi mənadır. Bəli, biz yazırıq bura həqiqi məna. Sözün kontekstə uyğun qarşılığı. Zolaq sözü nə deməkdir? Zolaq bir zolaqda düzülmək, bir cərgədə düzülmək, cərgə deməkdir, yəni. Sonra 30-cu sual. Mətnə əsasən cədvələ tamamlayan fikirlər yazın. Müddəa, fakt. Müddəa fikirdir, verir onu bizə. Fakt odur ki, fakt olaraq mətndə hazır şəkildə o cümləni tapıb yerinə qoyaq. Şərtimizə deyir, Atlas dağlarının hündürlüyün dəyişməsi bitki örtüyündə ekoloji müxtəliflik yaradır. Bitki örtüyünün ekoloji müxtəlif yaratmasını mətndə hazır bir cümlə olaraq fakt şəklində tapıb gətirib bu hissəyə yazırıq. Gəlin tapaq. Deyir ki, dağlarda hündürlüyün artması ilə təbiət kəskin şəkildə dəyişir. Aşağı zolaqlarda quru bozqurt bitkilər üstünlük təşkil edirsə, daha yuxarıda ardız və şam ağacları görünür. Deməli, bu hissəni gətirib bitkilər aləminin müxtəlifliğinə yazırıq. Heyvanlar aləmində ekoloji müxtəliflik yaradır. Bəli, o da yaradır. Deyir ki, bu müxtəliflik heyvanlar aləminə də təsir göstərir. Burada Şimali Afrikanın nadir növlərindən olan Atlas ceyran, bərbər meymunu və bəzi yırtıcı quşlar yaşayır. Bu hissəni də gətirib fakt olaraq bura yerləşdiririk. Azərbaycan dil suallarımızın izahı bu qədər. Ədəbiyyat suallarının izahı ilə davam edək.